Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bu zəlzələlərin yalnız 5də biri hiss olunur. Təxminən 100-ü dağıntılara səbəb olur. Yerin qulağı kanalı dünyanın ən güclü 9-10 bal arası olan zəlzələlərinin siyahısını təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Çili, 22 may 1960-cı il. 22 may 1960-cı ildə Çilidə baş vermiş zəlzələ indiyə qədər ölçülən ən böyük zəlzələdir. Zəlzələnin gücü 9.5 bal olub. Çili zəlzələsindən sonra meydana gələn tsunami Sakit Okeanda sürətlə irəliləyərək ciddi can və mal itkisinə səbəb olub. Alyaska, 28 mart 1964-cü ildə Alyaskada baş verən 9,2 bal gücündə zəlzələ ikinci ən güclü zəlzələ kimi tarixə düşüb. 3 dəqiqə davam edən zəlzələ tsunamiyə səbəb olub. Zəlzələ və nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub. İndoneziya, 26 dekabr 2004-cü ildə Hind okeanının Sumatra adasının sahillərində baş verən bu zəlzələ 40 ölkədə təxminən 230 min insanın ölümü ilə 21-ci əsrə damğasını vurub. 9,1-9,3 bal gücündə qeydə alınan 3-cü ən böyük zəlzələ idi. 8-10 dəqiqə arası davam edən zəlzələ indiyə qədər müşahidə olunan ən uzun müddətə malik olub və bütün planeti 1 sm hərəkət etdirib. Zəlzələnin mərkəzi Simeoliya və Sumatra arasında idi. Yaponiya, 11 mart 2011-ci il. 2011-ci ilin martın 11-də Yaponiyanın şimal-şərqindəki Honshu sahilində qeydə alınan zəlzələ 24 km dərinlikdə maqnitudası 9 bal gücündə olub. Bu zəlzələ Yaponiyanın indiyə qədər qeydə alınmış ən böyük zəlzələsidir və 1900-cü illərdən bəri dünyada qeydə alınan ən böyük 5 zəlzələdən biridir. Yaponiya hökuməti təbii fəlakəti Böyük Şərqi Yaponiya zəlzələsi adlandırıb. Zəlzələdən sonra bölgədə hündürlüyü 37,9 metr olan tsunami dalğaları baş verib. Tsunami ölkəyə böyük ziyan vurub. Zəlzələ nəticəsində 15.900 nəfər həyatını itirib. 2531 nəfər isə hələ də itkin düşmüş hesab olunur. Rusiya, 1952-ci il noyabrın 4-də Rusiyanın şərqində baş verən zəlzələnin gücü 9 bal olub. Zəlzələnin baş verdiyi Kamçatka bölgəsi Avstraliya, Asiya və Amerika qitələri arasında zəlzələ lövhələrinin yerləşdiyi və seysmik fəaliyyətlərin tez-tez yaşandığı Sakit Okean atəş halqasının şimal ucunda yerləşir. 1 milyon dollardan çox maddi ziyana səbəb olan zəlzələdə insan tələfatı olmayıb. 4 noyabr 1952-ci ildə Kamçatkada baş verən 9 bal gücündə zəlzələ 1900-cü ildən bəri qeydə alınan ən böyük zəlzələlərdən biridir. Çili, 27 fevral 2010-cu ildə Çilinin Konsepsiyon şəhəri yaxınlığında çox güclü zəlzələ baş verib. Amerika Geoloji Xidmətinin 8,3 bal olaraq açıqladığı zəlzələnin maqnitudasını əvvəlcə 8,5, sonra isə 8,8-ə yüksəldi. Zəlzələnin epicentri paytaxt Santiagodan 325 km cənub-qərbdə, Konsepsiyon şəhərindən 115 km aralıda yerləşib. Yerin 35 km dərinliyində baş verən zəlzələ təxminən 1,5 dəqiqə davam edib. 2 milyon insana təsir edən zəlzələdə 500 min ev dağılıb və ya ciddi ziyan dəyib. Ekvador, 31 yanvar 1906-cı il. 1906-cı ildə Ekvador və Kolumbiyada baş verən 8,8 bal gücündə zəlzələ hər iki ölkədə mindən çox insanın ölümünə səbəb olub. Zəlzələdən sonra meydana gələn tsunami okeanı keçərək Yaponiyaya çatıb. Alyaska, 4 fevral 1965-ci il. 1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında 8,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra dəyən ziyanın böyük hissəsi tsunami nəticəsində baş verib. Tibet,
15 avqust 1950-ci il. Assam zəlzələsi kimi tanınan bu zəlzələ 1950-ci ildə 8,6 bal gücündə baş verib. Çin, Tibet və Hindistanın bir çox şəhərləri 780 nəfərin həyatını itirdiyi bu təbii fəlakətdən zərər çəkib. İndoneziya 28 mart 2005-ci il. 2004-cü ildə baş verən böyük zəlzələdən sonra 2005-ci ildə Indoneziyanın şimalındakı Sumatra adasında daha 8,6 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin yaratdığı nəhəng dalğalar Şri-Lankaya çatıb və 400-dən çox insan xəsarət alıb. Və sonda qardaş ölkə Türkiyə. Türkiyədə də dəfələrlə güclü zəlzələlər qeydə alınıb. Ən sonuncusu 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraşda qeydə alınıb. 7,7 və 7,6 bal gücündə ki, dağıdıcı zəlzələlərdə 53.537 nəfər həyatını itirdi. 107.213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38.901 bina dağıldı. Bu il 23 aprel tarixində də Türkiyədə güclü zəlzələ qeydə alındı. İstanbul şəhərində 6,2 bal gücündə baş verdi. Türkiyədəki güclü zəlzələ Azərbaycanda təkrarlana bilərmi? Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişi deyib ki, Mərmərə dənizinə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri olmayacaq. Ölkəmizdə belə bir zəlzələ gözlənilir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və yazmağı unutmayın.